Bugün sizlerle birlikte herkesin makyaj bazı olarak təriflədiyi L'Oreal'ın Aloe Vera suyunu və Esclam'ın tonal kremini yoxlayacaq. İlk öncə gəlin L'Oreal'ı sınayaq. Ümumiyyətlə makyaj altı baz nə üçün lazımdır desəniz, birinci alt təbəqədə baz istifadə etdiyiniz üçün tonal krem və digər makyaj ləvazimatları üst təbəqədə olur və tonal krem dərinizlə daha az təmas edir. Çünki altda baza qatı var. Onun üçün də baza makyajda çox önəmlidir deyə düşünürəm. Bu bazadan çox razı qaldım. Dərimdə ağırlıq hissi qətiyyən yaratmadı. İndi isə gəlin Esclam markasının bu tonal kremini yoxlayaq, görək üzdə necə qalır. Onu da qeyd edeyim ki, göstərdiyim bütün məhsulları profilimdə önə çıxanlarda sizin üçün yerləşdirirəm. Bu tonal krem mat bitişlidir, yəni ki, üzdə mat qalır, yağlılıq olmur. Əgər quru dərilisinizsə, sizə tövsiyə etmirəm, çünki dəriniz daha da quru görünəcək. Amma yağlı və yaxud da ki, qarışıq dəriniz varsa, bu tonal krem sizin üçün də ideal olacaq. Gün sonunda belə yoxladım, qətiyyən üzümdə parlaqlıq və yaxud da ki, yağlanma hissi olmamışdı. Mən tonal krem seçimimdə hər zaman öz rəngimdən bir ton açıq seçirəm. Çünki tonal krem üzdə qaldıqca dəri ilə bütünləşir və tündləşməyə doğru gedir. Bu da üzümün son halı. Çox gözəldir. İstər baza, istərsə də tonal krem. Hər ikisini də bəyəndim. Ümumiyyətlə günün sonunda evə gələndə gördüm ki, üzümdə əsla parlaqlıq falan yaratmayıb. Çox gözəl mat bitişli tonal kremdir.